Salam hörmətli izləyicilər, xoş gördük sizləri Halal Ördəklər TV kanalında. Əziz izləyicilər, istədim bu halal ördəklərimi çəkəm sizə göstərdəm. Deməli, ötən videoda göstərmişdim, yarısı çıxmışdı. Bu içində görürsünüz də yekələr də var, balacalar da var. Balacaların deməli 6-sı səhv etmirəmsə çıxmışdı. Bundan öncəki videomda var. Ondan sonra 5-6'sı da indi səhv etmirəmsə 11 ya 12'dir. Heç sözün düzü saymadım, elə gətdim tökdüm. Və içində də belə deyək, əlavə böyüklər də var, orta olanlar da var. Yəni belə deyək də Krasnodar sortu. Yəni kanalımda hamısı var da, çıxdıqca çəkib qoyuram. Yəni 3 sort burada ördək var. Yəni 3 sort deyəndə yəni çıxmam ki, 3 dənəsi köhnədən qalanlardır. Sonra çıxdılar. Ondan sonra 10 dənəsi səhv etmirəmsə ikinci səfər çıxandı və 10-12 dənə də sonra çıxıb. Hardasa 25'dən çox bala var. Burada 24-25 belə var. Bəlkə də biraz çox. Yəni dəqiq belə sayını bilmirəm. Hər rəng var. Qara var, göy var, da tüt boz, ondan sonra Krasnodar sortu var. Belə istədim çəkəm bunları göstərdəm. Həm də əziz izləyicilər belə deyim, bir mövzuya toxunam. Abunəçilərimdən yazırlar ki, Quşlar TV-də ördəklərə tut vermək olarmı? O haqda heç video yox idi. İstədim ki, çəkəm, belə deyək, paylaşam. İnşallah Quşlar TV-də də yoxdur. Çəkib Quşlar TV-də də bu haqda video paylaşacağam. Deməli, əziz izləyicilər, ördək balalarına tut vermək olarmı? Ümumiyyətlə, belə deyim, əziz izləyicilər, ördəkdir, bullal ördəkdir, qışqıran ördəkdir, ondan sonra qazdır, həmçinin hündüşka, toyuq cücəsi tut vermək olmaz. Toyuq cücələrini, hündüşka cücələrini qarın ağrısına salır, hətta öldürə bilər. Ördəkləri də onu kimi. Düzdür, ördəyi elə qarın ağrısına salmasa da, çünki ördək bilirsiniz də sudan çox içir, yeyir, eləyir, belə nəticə su kimi gedir. Ancaq deyilənə görə, yəni mən heç vaxt tut verməmişəm. Ancaq verənlər olubdur və deyir ki, qazdır, ördəkdir, qırır, yəni öldürür. Ona görə məsləhət görmürəm. Hətta bəzi indi kət yerlərində misal üçün qazlar olur, ördəklər olur, çölə buraxırlar. Yəni belə deyək də gölzat yerə olan yerə anasından zatla və orada kət yerlərində çox oldu. İnsanların həyətinin evinin qarşısında, yəni darvazasının, qapısının qarşısında tut olur. Və bunu ördəklər, qazlar yeyirlər. Və deyilənə görə, yəni elə o insanlardan mən eşitmişəm ki, çoxunu öldürübdür, yəni ölürlər. Ona görə vermək düzgün deyil. Ümumiyyətlə toyuğa cücəyə, yəni toyuq cücəsinə, hündüşkəyə verəndə qarın ağrısına salır. Ördək həmçinin öldürə də bilir. Ördək, qazı da belə deyək, onu da öldürür. Yəni bəzi insanlar bir də görəcəksiniz, yazacaqlar ki, biz vallah veririk, heç nə də olmur. Yəni verənlər var ki, yəni ölübdür və nəticəsində görürlər, onlardan eşitmişəm. Ona görə mən bu haqda yəni deyə bilərəm ki, mən verməmişəm. Yəni verənlər də deyir ki, öldürür. Ona görə yəni mən dəqiq şey demərəm də, yəni o bəzi insanlara görə deyirəm ki, deyəcəklər ki, bizdə yeyir deyil. Onda ola bilsin, onda 1 aylıq, 2 aylıq olubdur və yaxud indi təsir etməyibdir. Ancaq deyilənə görə tut qarın ağrısına salır. Cücələri, həmçinin ördək, qazı da elə hamısında, yəni toyuğu, ördəyi də belə deyərdim, öldürür. Ona görə yəni mən ilk öncə məsləhət görmürəm. Düzdür, indi bəzi insanlar deyir, buraxaq çölə getsinlər, yesinlər, yemin qarşısına alır. Ancaq öləcəkdir. Yəni verənlər bunu deyir. Deyir ki, öləcəkdir. Ona görə məsləhət görmürəm. Çünki əziyyətiniz də heçə gedəcəkdir.
Yəni neçə ay baxdığınız ördəklərin balasını götürüb xeyrini görməyəcəksiniz. Yəni 1 manat, 2 manat düşünəcəksiniz ki, qabağa düşəsiz, yeminə qənaət eləyəsiz, ancaq qıracaqdır. Yəni ördək balalarını qıracaqdır. Ona görə heç verməyiniz məsləhət deyil. Nəinki ördəyə, həm də qaza. Təbii ki, o toyuq cücəsidir, hündüşkadır, zat onlara da heç kateqoriki vermək belə deyərdim düzgün deyil. Yəni bax belə əziz izləyicilər, verməyiniz məsləhət deyil, çünki verənlər deyir qırılır. Belə istədim bu mövzuya toxunam, belə bir video çəkəm, paylaşam. Görürsünüz, bax burada da boz ördəklərdir, yekəliflər, şu əyaqlar zatdır. Bunlar tüt rəngi olacaqlar. Bir də əziz izləyicilər bir şey deyim ki, əvvəldəkiləri bazarda apardım, satdım. Bunları isə pulunu veriblər, götürüblər. Yəni bugün sabah gəlib götürəcəklər, qonşu alıbdı. Onu qeyd edim ki, yəni bu Lalafoyu daha doğrusu qoymamışdım. Burada YouTube kanalımda Quşlar TV-də paylaşdım. Valla Gəncədən 1-2 nəfər yazdı. Nə bir nömrə verdi, nə bir əlaqə saxladı. Yəni eləcə yazırlar ki, istəyirik də dəfələrlə. Krasnodar sortu falan beşmiş. Yəni ona görə heç yəni hətta mən dedim ki, abunəçim olsaz qaraları 4-dən, qırmızı, bu lavanda rəngdən, yəni göyləri zətdə 5-dən verərəm. Ay bazara getdim ki, 5 manata, 5.50-yə hətta adi o başı ağ olan məndəkilər də sortda onları verirlər. Hələ ondan belə naz elədilər, yəni gəlib götürmədilər, yanından yazdılar, ay nömrə deyirəm verin, istəyirik nə bilim nə vermirlər, eləmirlər. Ona görə yəni bir də söz verdim ki, YouTube kanalında ördək qoyub satmayacağam. Çünki yalandan boş-boş yazırlar, gəlib də almırlar. Hətta ucuz verirəm belə. Adiləri bazarda 5 manata, 5.50-yə verirlər. Belə sortlar 6-ya, 7-yə, mən 4-dən, 5-dən verirəm, şey demədim. Ona görə qonşu da dedi ki, hamısını qaralı, bozdu, qırmızılı, 5-dən mavi. Elə mən də razılaşdım. Belə deyək, verdim ona. Yəni pulunu veribdi. Allah xeyir versin, gəlib də belə deyərdim götürəcəkdir. Bax bu gözəl balaları. Yeni çıxanlarda 3-4 gün baxacağam, onu da deyibdi. Yəni onun da pulunu verib. Deyir biraz mən həyətdə saxlayacağam Sefkanın altında. Onlara da isti yeri lazımdır. Bir həftə zat bax, gəlin həftənin 5-ci, 6-cı günü də onları götürəcəm. Dedim heç nə mənim gözüm üstündə bir damcı belə deyək də yem gedir. Yəni belə. İndi hələ ki bir dənə ördəyimiz də bu yaxınlarda çıxardı aslında. Daha doğrusu ikisi, biri də yeni yatıb. O birislərdə 5 dənəsi də yatdı, çıxartdı. Biri daha doğrusu heç çıxartmadı. Yəni necə şey oldu da, belə deyək. Bütün yumurtaları toyuqlar girdi, duranda qırdı. 11-mi 12-mi altında yumurta vardı, hamısı qırıldı, zaya getdi. Qalanları çıxartdı. İndi o birisilər də biri də yumurtayı, nə bilim bir 4-5 dənə ayaq ustadı, yəni çıxardanlardır. Onlara da toyuğu yumurtadan yemlə verirəm, yenidən yumurtayı yatacaqlar. Yəni bax belə, istədim biraz da bu xəbərləri paylaşım sizinlə. Heç nə əziz izləyicilər, bu qədər. Hər kəsə təşəkkürlər. Kanallarımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. İnşallah bir aydan sonra da kənd yerindən super videolar gəlir və məlumatlar. Belə. Sağ olun, salamat qalın əziz izləyicilər.